Axirət zaman barədə hədislərdə deyirlər ki, hədislərdə qeyd olunur ki, İmam Zaman ağa zuhur eləməmişdən əvvəl bir dəccal zuhur eləyəcək və deyirlər ki, bu dəccal elə bir varlıqdır ki, o insanları doğru yoldan azdıracaq. Hədislərdə qeyd olunur ki, onun bir gözü var, yəni haqqı görməz, batili görən bir gözdür. Müəyyən xüsusiyyətləri var. Əsas xüsusiyyəti də budur ki, insanları haqq yoldan azdıracaq. Bugün bir çox alimlər bunu belə təfsir edirlər ki, dəccal deyilən bir şey əslində bir şəxs deyil, bir adam deyil. Əslində dəccal mühitin adıdır. Mühiti nəzərdə tutub dəccaldan danışıblar. Dəccal özü mühitə verilən addır. Deyirlər bugün müasir dövrdə informasiya vasitələrinin yaratdığı fəza, ağı qara, qaranı ağ təqdim edən bir fəza həqiqətdə dəccaldır. Dəccal bu fəzanın adıdır, nəinki bir şəxsin adı. Bilirsiniz ki, sonda hədislərdə var, İmam Zaman zuhur eləyəndə sonda o ərəfədə haqq batildən tam ayrılacaq. Yəni insanlar haqqı batildən seçə biləcəklər. Cəmaət haqqı batildən seçən zaman İmam Zaman zuhur eləyəcək. Və insanları aldadan əslində bir şəxs yox, əslində mühitdir. Təbliğatın nəticəsində formalaşan mühit ki, bugün dünyaya hakimdir, onun adı Dəccaldır. Və İmam Zaman o zaman zuhur eləyəcək ki, cəmaat başa düşəcəklər, bəsirətə sahib olacaqlar və onlar artıq insanları azdıra bilməyəcəklər. İnsanlar təfəkkürlə, düşüncəylə haqqı batildən seçməlidirlər. Yoxsa zuhur gerçəkləşməyəcək, həyata keçməyəcək. İnsanlar gərək aldanmasın ki, İmam Zaman zuhur eləsin. Çünki günah təkcə aldadanlardadır, aldananlarda da günah var. O adamlar ki, aldanırlar, onlar da məsuliyyət daşıyırlar. Ona görə də insanlar aldanmayanda, bu gücü özündə tapanda İmam Zaman zuhur eləyəcək. Bəşəriyyət agah olanda, bəşəriyyət düşüncə yetkinliyinə çatanda İmam Zaman zuhur eləyəcək. Xatırlayırsınızsa, hidayət barədə ilk cümə biz danışanda mən bu məsələni dedim. Dedim ki, Quranda Allah Adəmlə şeytanın dastanını danışır. Adəmin şeytanı ilk dəfə azdırmasından danışır. Orada çox ibrətli məsələlər və incə mətləblər var ki, biz buna sadə bunun üzərindən keçməməliyik, o dastana diqqətlə baxmalıyıq. Orada mən qeyd elədim ki, Quran buyurur ki, Adəmlə Həvva cənnətə daxil olandan sonra şeytan onlara vəsvəsə elədi və o ağacdan yeməyə məcbur elədi. Məcbur deyəndə yəni yönəltdi, sövq elədi. Və mən orada bu mətləbi sizin nəzərinizə çatdırdım ki, mühüm olan bu deyildi ki, şeytan Adəmi nəyə vadar elədi. Mühüm olan buydu ki, şeytan Adəmi aldadaraq o işə vadar elədi. Mühüm o ağacın meyvəsindən yemək deyil, ondan mühüm budur ki, şeytan insanın şəxsiyyətini təhqir edərək, ona hilə işlədərək onu batilə tərəf yönəldir, günaha tərəf yönəldir. Bu məsələdə sanki bir rəmzi mənalar var. Allah çox şeyləri xəbər vermək istəyir ki, qeyri-ilahi dəvətlər, şeytani dəvətlərin hamısının əsas mahiyyəti budur ki, onlar insanı aldadaraq harasa çəkir aparır. Hələ nəyə çəkir, o ilə işimiz yoxdur. Hansı üslubla, hansı üsulla, hansı yolla insanı təhqir eləməklə, insanı alçaltmaqla, əgər məni biri aldadırsa, deməli məni təhqir eləyib. Və Quran buna diqqət çəkir ki, qiyamətə qədər bütün qeyri
ilahi məktəblər insanların şəxsiyyətini təhqir edərək, onlara qarşı hiylə və kələk işlədərək onları batılə tərəf yönəldir. Quran bunu bizə aydınlaşdırmaq istəyir. İnsanlar o zaman ki başa düşəcəklər ki, onlarla düz davranmırlar. Məsələ günahda, fəsaddadır. Günah, fəsad ikinci dərəcəli məsələdir. Məsələ bundadır ki, məni insan yerinə qoymurlar. Məndən başqa cür davranırlar. Dünyanın bəşəriyyət, dünya insanları bunu anlayan gün İmam Zamanın zuhuru gerçəkləşir. Bəşəriyyət bunu anlayıb əsarətdən azad olmaq istəsə, saadətə çatacaq. Gərək bəşəriyyət, bütün insanlıq, dünyada yaşayan bütün insanlar başa düşsünlər ki, əsarətdədirlər. Onları aldadıb istədikləri istiqamətə aparırlar. İnsanlar gərək bu mühitdən, dünyaya hakim olan bu mühitdən bezsinlər, başa düşsünlər ki, bu müasir quldarlıqdır, quldarlığın müasir növüdür. Amma fərq bundadır ki, keçmişdə quldarlar qulları zəncirlə aparırdı, nəyəsə məcbur edirdilər. İndi zəncir təfəkkürə salınır, təfəkkür zəncirlənir, düşüncə zəncirlənir. İndinin o zamandan fərqi bundadır. Müasir texnologiyalar, informasiya vasitələri bu incəliyi bilirlər ki, insanların şuurunu necə idarə eləmək olar, onları necə hara istiqamətləndirmək olar. Dünyanın inkişaf eləmiş ölkələrində bunun mahir ustaları var. İnsanları məlumatla mühasirəyə alırlar, təbliğatla mühasirəyə alırlar. İnformasiya seli içində insan düşünməyə fürsət tapmır. Düşünə bilmir, düşünməyə fürsət vermirlər və bu düşüncə əsarətidir. İnsan müasir dövrdə dünyada düşüncə azadlığını itirir. İnsan əslində bəyənmir nəyisə, ona bəyəndirirlər, özü də bilmədən. Özü elə bilir ki, mən bəyəndim, amma bəyəndirdilər. Əvvəl zorla eləyərdilər orta əsrlərdə, seçim imkanı verməzdilər. İndi təbliğatla bəyəndirirlər. Hansısa bir istəyi insana qeyri-ixtiyari şəkildə təlqin edirlər. İnsan özü də bilmədən nəyisə istəyir və nəyisə istəmir. Xəbəri elə təqdim edir ki, o informasiya vasitəsini idarə eləyənlərin fikrinə uyğun şəkildə olsun bu təqdimat. Xəbər doğru verilir. Ola bilər ki, hələ mən yalan xəbərdən danışmıram, düz verilir. Doğru xəbər verilir. Amma elə təqdim olunur. Kəlmələrlə insanlar sehrə düşür. Kəlmələrlə kontekstdən bir məsələ çıxarılır. O nəyə ki çatdırmaq istəyir insana, onu qeyri-ixtiyari şəkildə insanlara təlqin edir. Bugün dini informasiya vasitələrində də bu var. Hər yanda. Mən ancaq başqalarını tənqid eləməyə, elə özümüzdə də bu var. Ki görürsən, dini yeritməklə insanlara çatdırmaq istəyirlər. Allah bəyənmir bu yolu. Haqqı da yeritmək olmaz insanlara. Doğru sözü də yeritmək olmaz. Çünki yeritmək əsarətdir, insana hörmətsizlikdir. İnsana qarşı hörmətsizlikdir ki, insan hər hansı bir haqq ya batil fikri, yenə də deyirəm, fikrin haqlılığı ilə batilliyi ilə mənim işim yoxdur. Hidayət mövzusu üslubdan danışır. Haqq ya batil fikri yeritməklə insanlara təbliğ eləmək olmaz. Xüsusən müasir dövrdə qərb ölkələrində bu texnologiyalar inkişaf eləyib. Bu bəhsləri mən elə-belə burada mühazirə oxumaq üçün danışmıram. İnanırsınız ki, bilavasitə hidayət mövzusu ilə birbaşa əlaqəsi var deyə mən məcburam bunları deyəm. Birbaşa hidayət mövzusuna aid olan məsələlərdir. Qərbdə bu texnologiyalar inkişaf edib, işığı quraşdırmaqla bir adamın üzünə elə şəkildə quraşdırır ki, baxan iki namizəddən birini istər-istəməz bəyənməyə məcbur olur, özü də bilmədən. Bu yeni bir
şeydir və hamıya da bəlli məsələlərdir. Psixoloji təsirə əsaslanır. İnsanlara hər hansı dolayı vasitələrlə təsir eləməyə əsaslanır. İctimai rəyi idarə eləmək əsasındadır bu təbliğat vasitələri. Hətta doğrunu da, düzü də elə təqdim edir ki, doğru ilə insanları aldadır. Bugün insanlığın ən əsas problemi bundadır. Ən əsas problemi. Ən əsas problemi bundadır ki, insanlar bunu özlərinə təhqir bilmirlər. Özləri üçün təhqir hesab eləmirlər. Bəşəriyyət gərək ayılsın və başa düşsün ki, onlarla ən gözəl şəkildə peyğəmbərlər davranır. Peyğəmbərlərin davranış üslubunda insana hörmət dayanır, ehtiram dayanır. İnsanlar bunu başa düşməlidir. Bugünkü dünyanın əsas çətinliyi problemi budur. Allahın peyğəmbərləri nə hiylə ilə, nə kələ ilə, nə şirnişləndirməklə, nə təbliğatla, ifrat təbliğatla, məlumatla mühasirəyə almaq vasitəsilə insanları doğru yola yönəltmir. Peyğəmbərlərin işi aydın və şəffafdır. Peyğəmbərlər düşünməyə məcbur eləyir, vadar eləyir, təklif eləyir düşünməyə insanlara. Peyğəmbərlər sehr eləmir insanları, gözünü bağlayıb Allaha tərəf çağırmır. Çünki Allaha gözü bağlı adam lazımdır. Bir adam gözü bağlı haqqa da bağlansa Allaha lazımdır. Haqqa gərək gözü açıq bağlanasan. Peyğəmbər gözü bağlayıb haqqa bağlamır insanları. Allah istəyir ki, insan gözü açıq olsun. Nə zaman insanlar bunu başa düşsələr, dünyanın işi düzələcək. Nə qədər çəkəcək mən bilmirəm. Nə zaman insanlar bunu başa düşsələr. Niyə hədislərdə var? Oxuyun o hədisləri, hərdən axirət zaman barədə. Mötəbər hədislər də var, saxta hədislər də var. Mötəbər hədislərdən birində var ki, Xristiyan dinində olanlar sel kimi İmam Zaman tərəf gələcəklər. Çox sürətlə gələcəklər. Xristiyanlar çox rəğbətlə İslama gələcəklər. Niyə görə? İmam Zaman onlara ev verəcək, ya iş verəcək, onun şövqündən. Xeyr, onlar başa düşəcəklər ki, təhqir olunublar, təhqir olunublar. O təhqir olunmaqlarını anlayacaqlar. Bugün dünyada bu qədər azadlıqdan danışılırsa, bu müjdədir İmam Zamanın zuhuruna. Düzdür, bu bugünün məsələsidir. Amma bu proses artıq ona istiqamətlənir. Bugün insanın azadlığından danışılırsa, bu müjdədir. Bir zaman bu şüarlarla, burjua inqilablarından sonra Avropada bu şüarlar meydana gələndə insanlar sevindi. Çünki insan azadlığın teşnəsidir. Amma yavaş-yavaş indi başa düşür ki, sən demə söz imiş bu. Onu tam mənası ilə anlayanda, agahlıq artanda İmam Zamanın zuhuru həyata keçəcək. İnsanlar başa düşəcək ki, mənə zorla nəyəsə sevdirdilər. Bu qədər filmlər göstərirlər, bu qədər gənclər baxır buna dünyanın hər yerində. Əgər baxdınsa, oturdunsa baxmağa, artıq azad deyirsən, hansı təsiri istəyirsə sənin ruhunda qoymağa, o təsiri qoyacaq. Nəyə eləmək istəyirsə onu eləyəcək. Elə bil ki, ruhu verdin onun ixtiyarına. Sən bilmirsən o nə fikirləşir, hansı məqsədlə bunu çəkib, o özü yaxşı bilir. Sən oturub baxırsan, o duyğularınla oynayır sənin. Sənin ruhunda bir əməliyyat keçirdir ki, sənin hisslərindən oynayıb və səni nəyəsə rəğbətləndirir, özündən də xəbərsiz. Oturursan xəbər oxumağa, görürsən ki, sel kimi axıb gəlir sənin üstə. Fürsət yoxdur ki, insan düşünsün. Gərək diqqətlə baxasan və təhlil eləyəsən. Əleyhissalam buyurur ki, qulağınızı faydalı elmin ixtiyarında qoyun. Sizin ixtiyarınız yoxdur, hər şeyə qulaq asasınız. Çünki bəzi şey var ki, qulaq asdın artıq təsir qaçılmazdır. Odur ki, əvvəldən bir nəyə qulaq asırsan, nəyə baxırsan. Bir
çox şeylər var ki, gərək baxmayasan. Həzrəti Yahya peyğəmbərdən bu hədisi nəql edirlər. Buyurur: "Əl-mautu əhabbu iləyyə min nəzrətin qeyri vacib." Buyurur ki, ölüm mənim üçün lazımsız şeyə baxmaqdan daha yaxşıdır. Günahdan demir, günaha baxmaqdan. Lazımsız şeyə, mənim faydası olmayan bir şeyə baxmaqdan ölüm daha yaxşıdır mənim üçün.